Salam, xoş gördük sizi Öztürk TV'nin istekli izləyiciləri. Bugün biz Manken filminin çəkildiyi məkandayıq. Azərbaycan dramaturgiyasının nəhənglərindən biri olan Firuz Mustafanın Manken əsəri motivləri əsasında çəkilən Manken filminin çəkiliş heyətinin toplaşdığı bir evdəyik. Burada hal-hazırda çəkilişlər gedir. Həmin filmin ərsəyə gəlməsində böyük zəhməti olan insanlar bura toplaşıblar. Bizim dəyərli aktyorlarımız da buradadır. Onlarla müsahib olacağıq. Gəlin baxaq film nədən bəhs eləyir və cəmiyyətə nə verəcək bu film. Çox şadam görüşümüzə. Xoş gəlmisiniz. Mən də sizi salamlayıram və arzu edirəm ki, biz tez-tez görüşək. İnşallah. Həm çox gözəl bir xanımsınız, Azərbaycan xanımı, həm də gözəl bir iş aparırsınız. Mədəniyyət proqramı üzrə mədəniyyət işlərini yayırsınız. Manken əsəri Firuz müəllimin əsərlərindən biridir. Firuz müəllimin çox həddindən artıq 50 tomdan yuxarı əsərləri var. Öz boydadır onun yazdığı kitablar. Firuz müəllimlə mən şəklini çəkmişəm. Tam özünün boydadır. Bu Manken əsərinə də digər əsərlərində, dramaturji əsərlərində olduğu kimi çox teatrlar Azərbaycanda müraciət ediblər. Və mən ona təklif verdim ki, başlayaq bunun filmini çəkək. Çünki teatr versiyası, teatrallaşmış versiyası çox teatrlar tərəfindən müraciət olunur və səhnəyə qoyulub. Hamısı da heç birinin haqqında pis demək olmaz. Lap superini Rus dram teatrı qoyub, mənim fikrimcə. İnna İmanquliyevadır orada oynayan, çox gözəl oynayıb. Bunu keçdiyi belə. O da mən dostum Faiqi çağırdım ki, bunun işlərində kömək olsun, yəni bir operator kimi. O da elə rejissorluğun da üstünə götürdü. Biz bunu tezliklə başladıq çəkməyə. İndi ona görə də bu işimiz bu günləri, bu gün görüşümüzdə davam edir. Düşünürəm ki, hələlik yaxşı gedirik. Bak mənim xoş gördük. Bugün çəkiliş meydançasında sizi görmək bizə də çox xoş oldu. Siz filmin rejissoru kimi ümumiyyətlə bu film haqqında nə deyə bilərsiniz? Komandamla bir yerdəyəm. Quruluş üzrə bizim məsləhətçimiz, dəyərlimiz, ağsaqqalımız Rafiq Əliyev bizləndir. Aktyorlar iş üzrə rejissorumuz Sadiq Nasir bizləndir. Quruluş operatorumuz Hakim Ağayev, Elman Ağamalıyev. Eyni zamanda qrim rəssamlarımız Cəmilə xanım, Günay xanım və assistentim Əsmərlə bir yerdə bu işə start verdik. Salam Əsmər xanım, xoş gördük. Öncə sizə uğurlar arzulayırıq. Film barədə, öz rolunuz barədə nə deyə bilərsiniz? Salam, hər vaxtınız xeyirli olsun. Çox ağır səhnələrdə əslində bu rolu canlandırmaq mənim üçün bir qürurdur. Nə qədər yaxşı bacardım, bunu artıq kinoteatr tamaşaçılar deyəcək və burada bizimlə işləyən, illərcə öz sözünü demiş sənətkarlar deyəcək. Yəni, ümid edirəm ki, yaxşı bacardım rolumu. İnşallah uğurlar arzulayıram hər birinizə. Salam, xoş gördük. Sizə uğurlar arzulayıram. Sadiq Bayev baş rol ifaçısı kimi və Mankenin prototipi kimi nə deyə bilərsiniz? Mən hələ heç bir şey demirəm. İnşallah ki, kinoteatrda öz sözümüzü deyəcəyik. Hələ ki, bizim dəyərli aktrisamız Yeva Əlvida ilə məşq prosesindəyik. Filmi də inşallah yaxın zamanlarda kinoteatrlarda gəlib görə bilərsiniz. İnşallah sözümüzü orada deyəcəyik. İnşallah. Yeva xanım, sizin hissləriniz, duyğularınız, yəni ki, filmdə ən böyük yük sizin boynunuza düşür. Çox ağırdır, bilirəm, bir qadın olaraq. Salam, hər vaxtınız xeyirli olsun. Mən də Sadiq bəyə qoşuluram. Burada indi mənə danışmaq düşməz böyüklərin yanında. İnşallah onu mən teatrda göstərərəm. Yəni, öz gücümü, oyunumu hələ ki, indi görmürəm.